Şu anda ekran önümde. 70 Barışdım. Barışdım. Səhvlərim başa düşdü, barışdım. Niyə Tamam. düşmən olaq? Biz Azərbaycan millətiyik. Mən öz böyüklüyümü eləmişəm, siz yazınız, mən oxuyum. Mən burada olum jurnalist, diktor. Siz yazınız, mən oxuyum. Veriliş başladı. Salam əleykum, əziz tamaşaçılar. Bugünkü verilişimiz Oğlum damın kəlləsindədir. Gəlib damın kəlləsində oturub ki, sizin başınıza nə evzə lazım, nə maraqlanırsınız. Gəldi, uşaq doğan mənəm, əkən də orada oturubdu. Nə evzə lazım. Mən gül profiliyəm, Nehir Ersoyam. Sualınızı verə bilərsiniz. Buyurun, eşidirəm. Nə sual verirsinizsə, bugünkü verilişimiz ancaq suallardır ibarətdir. Buyur, eşidirəm. Aşağıda mənim nəbim, yuxarıda mən gül profilim. Buyur, sizin suallarınıza cavab verin. Buradaki insanları da qonaq çağırmışıq. Buyurun. Ay bu sefer 55. Allah bunu belə yaratıb da, söyüşlə yaratıb. Neyini? Bir tane kulak var. Yazırsan, yazırsan, tekrar yazırsan. Biz eyni ağıldayıq. Yaxşı, biz eyni ağıldayıq. Sən hansı ağıldasan? Sən niyə gəlmirsən bu canlıya? Biz eyni ağılda yox da, sən niyə gəlmirsən bizim canlıya? Ay da, sən nəyə mal soyuqlamısan? Yatıram, demirəm. Deyirəm ki, bu qripin adı bilinmir. Gözəl güllü profili məşhur eləmişdi. Məni məşhur elədi də, məni tanıtdırdı gözəl. Xalq artist elədi. Sonra... Yaxşı, yazırlar ki, dəli yığınağı. Yaxşı, biz dəliyik, sən də dəlilərin müdürü. Gəlmişsən, bizi nəzarət edirsən. Verilişdir də. 65 qəpik yox, 66 qəpik atacağım sənə. Verilişdir, veriliş gedir, canlı qalxır, ekran tıklıyız, geçen canlı suallara cevap verirəm. Buyurun. Verilişin aparıcısı aşağıda Nəbi, yuxarıda gül profili Həcər. Buyurun, suallarınıza cevap verin. 2 dənə də qonağımız var. Biri gözəl, biri də ki balaca həyat. Böyük həyatla işi yoxdur, ancaq balaca həyatlarlandır. Buyurun. Eşdirin. Lazım gəlsə o balaca həyata da sual verə bilərsiniz. Ancaq ki, böyük suallar yox. Ancaq o balaca suallarla cavab. Nə verilişidir? Nə verilişidir? Tıngılıdan, çıqqılıdan, mınkılıdan ağılsızlar gəlir burada suallar verir. Biz də ağılsızlara cavab veririk. Buyurun. Ekran da böyle. Bəli. Gözələ verir sualları. Buyur, eşdirin. Gözələ verir sualları, mən cavab verəcəm. Az mənə nələr Bu dəqiqə daha orada gözəl haqdan indi 72 saatın olub. Mən səni tanıyıram. Buyur, eşdirəm. Mən səni tanımıram. Gözəldən nə yaza bilərəm sənə? Sən kimsən? Sən kimsən ki? Mənim sözüm olanda gözələ demişəm. Bildin? Sən kimsən ki, mən sənə dərdimi deyim. Mənim nömrəm xalada da, bibidə var mənim nömrəm. Onun nömrəsi məndə var. Düz deyil, gözəlin hesabına tanınmış. Mən gözəlin hesabına tanındım. Salam. 3 nəfər olurdu. Mənim canımda, ay yazlıq, mənim canını açanda, mən canını açanda heç gözəlin ağlına gəlməzdi ki, nə vaxtsa gözəl canını açar. Bax, aşağıdakı oğlan, bax, desin, neçə ildir biz burada yox, ay nəbi? Neçə ildir? Ben 4 il olar. Biz burada, mən 6 ilə yaxındır, mən buradayam. Hətta bu aşağıdakı oğlanla biz realda tanışıq, bibi bala yox. Bildiniz? Sən də bu evi yerə soxum hələ. Sən də bu evi yerə soxum ki, gəlmişsə bu canlıda vaxtını sərf eləyirsən. Cavahirin gəlinidir, sonra.
Ərə gedən qaynanası olar, adı olar da. Hə, Cavahiri gəlindir. Ezin boynuna xala taxacaqsan. Yaxşıyam, sağ ol. Sən necəsən? Deməyin, Cavahiri gəlindir. Ay sağ ol, heç nə demir. Sual vermir, Cavahiri gəlindir. Salam canlı sahibi. Çaşdım kamera bağladım. Ne gözler kamera aç gözler. Mənə yazdıqlarıma. Gözler kamera aç. Bağladım bağışta. At Gözəl. yazdıqlarıma baxın görüm. Sən kimsən ki? Mən tanımadım səni. Buyur. Gözəl gah ağlayır, gah gülür. Əqli zəif insandır. Neyləmədi ki? Hamımız hələ yükdə. Deyir, bir göz ağlayar, bir göz gülər. Bildin? Hə. Dəymin, hə, dəymüzdə Cavahiri gəlinidir. Niyə sögürsün, niyə danışırsın? Nehir, sən bunun məhkəməyə vermirdin. O söhbətlər həll olundu. İndi mən burada heç nə açıqlamalı deyiləm. Bildiniz, yeri gələndə mən Qəbələdə də olmuşam. Mən Qəbələyə də getmişəm. Yeri gələndə 2 gün Qəbələdə də qalmışam. Mən burada heç nəyi açıqlaya bilmərəm. Bildiniz mi? Siz məni elə belə adam bilmirsiniz. Mən lazım gələndə Qəbələyə də gedib, bir kon Qəbələyə də gedib gəlmişəm. Heç narahat olmuyor. Mən burada heç öz şəxsi işlərimi burada xırdalamalı deyiləm. Siz də bu ağıl bura boşmusunuz. Ağılsız da hər nədə, onu da bir ana doğub, o da bir insandır. Biri dəli olar, biri ağıllı olar. Gözəl də. Deyirlər ki, göz adamlardan bək yapış. Gözəl, get tut əlin, Mamed Kre ilə bağla yine. Sərfin başa düşdü, barışdı. Yaxşı, bək yapışacaq. Başda. Sən dedin, User. Sən dedin, bax, gözəl, burada dedilər ki, damladan bək yapış. Qaçacaq. Mamed Krey'lə əl, sən demiş, Mamed Krey'lə əlimi yapışdıracam ona. Gözəlin vəkilisiz. Yox, mən heç kimi vəkili deyiləm. Mən burada dedim, axı, verilişdir. Suallara cavab. Buyurun. Vəkildir və vəkildir da. Pulu yoxdur özünə maya buraxmağa. Pul at kartına, o da bir qadındır. O da istəyər ki, bəli, o da istəyər ki, özünə baxsın. Əri yanında deyil, göndərib sənin yanına. Ay, bir Başa düşdükdə bək yapışacaq. Ay qız, get damla, çağır, əlindən bək tut belə. Tut əlindən. TikTok'un deputatları. Mehir, hə. Hə, deputatam. Ay, sağ ol, çox sağ ol. Sən seçdin. Ona görə mənə deputat seçdilər. Gözəl, axşam gələrsə canlıma, qəşəng veriliş apararıq. Yaxşı mı? Ay babakan. Gözəl mənim yanımda heç vaxt danışa bilməz. Ona görə ki, mən olan yerdə gözəl susmalıdır. Bəli. Bəli, söymüşəm. Gözəl məni sögüb, mən də gözəli sögmüşəm. Sonra sözün nə? Gözəl, yox. Siz niyə cavab verirsiniz? Kim versin cavabı? Kim versin? Mən verməliyəm də. Bəs bilmirdin, kişi gətirəndə uşaq qaçacaq. Bilməmişdi də, gerək xəbər verərdiniz. Deyən gözəl, sən danışma, mən cavab verəcəm hamısına. Siz məsləhət verərdiniz, ərə getməzi. Getmə gözəl, qoy qaçsın atasının yanında. Əlbəttə ki, atası da pis insan deyil, atadır, atanın belindən gəlib. Bəli, ata da baxacaq, ana da baxacaq evladına. Bəli. Gözəl nətərsən?
Salam sabah xeyir. Sağ ol. Sən nə dərsən? Gözəl, mən səni çox bəyənirəm. Prosto dünənləri çox pis oldum. Bax, sənin qardaşın sənin haqqında nələr Ben danışdı. neyniyim? Əsəbdən partlayırdım, gözəl mən. Ay xanım, ay xanım, ay Nədir? xanım. Nədir? Salam aleyküm, xoş Əleyküm gəlirsən. salam. Əleyküm salam, çox sağ olun. Mən xoşlamıram. Kimisə canlısında olan şeyləri gəlib başqa canlıda danışmağa xahiş edirəm. Ay bala, mənim o Gözəl bilsən canlı nəyə açanda görə? danışarsan. Gözəli mən çox istəyirəm, həddindən artıq çox Ay istəyirəm. xanım, mən sevirəm. Prosto Başqasının mən canlısında gəlib qalmaqallıq sanma. haqsızlığı götürmürəm mən. Sakit Ay dursan xanım, orada. gözəl canlı açanda, gözəl Yaxşı. canlı açanda. Yəni orada bir şey yoxdur, özüm bilərəm. Danışarsan. Sənin orada bir şey yoxdur. Gözəl, mən bilirəm, gözəl. Ay xanım, gözəl Mənim üçün canlı maraqlıdır. açanda Sən haqqında niyə danışarsan. danışdın qardaşım? Nəyə görə danışdın? Gözəl canlı açanda danışarsan. Hələlik bu canlının sahibi Sanki mən mənəm. indi danışıram. Ay xanım, bu canlının sahibi mənəm. Bu mən icazə vermirəm. Dalaşmayın da şahlar dalaşmayın. Haqsızlığı mən götürmürəm. Gözəl haqqında nəyə görə danışmalıdır Ay xanım, qardaşım? gözüm, sən məni Qələtləri başa başında düşürsən. başa döyür. Qadan alın, başa Gözəl düşürsən. mərd qadındır. Nümunəvi Canlı qadındır. açanda gözəl. Ay, at da aşağı da. Gözəl canlı Asıl gözəl açanda. mənə aşağı atma. Mən səni çox istəyirəm. Ay bala, gözəli canlısı deyil bu. Bu mənim canlımdır. Gözəl canlı açanda gedib gözəl canlısında danışarsan. Başqa canlıda xoşlamıram. Kimisə canlısında gəlib mənim canlımda başlayırlar artıq söz-söhbət danışmağa. Gözəl Füzuli hardadır? Kimi yanına göndərmisə gözəl? Hansı arvadı yanına göndərmisə? Sorçanların yanında. Hə, eşitdiniz? Hardadır? Bir yasanların yanında. Ben xahiş edirəm, mən hələ şeyləri sevmirəm. Kimisə başqasının canlısında olan söhbəti gəlib başqa canlıda danışmağı sevmirəm. Kim canlı açırsa, kim canlı açırsa, get həmin adamın canlısında danış. Nə gündəsiz canlınızı atmağa gözəllə möhtaçdır. Küs sənin başı var. Mənə heç maraqlı deyil. O bəzi adamlardır. Xoşlayırlar ki, canlı atsın. Mən xoşum gəlmir. Mənim canlımda adam çox olsun. Bildiniz? Heç xoşum gəlmir. 5 dənə adamım olsun, fəhri adamım olsun. Əzəli bu mənim canlım deyil. Həm mən həyasızam, mənə alan olmayacaq. Evdə qalmışam. Gəlib də döyün çörəyi yiyəcəm. Hə, gözəl ona görə qoşmuşam. Hə, nəyə görə qoşmuşam? Gözəl qada heç nə danışmır. Ağıldan kəmlər yığışıb ya, Allah. Mən heç sevmirəm. Mən nədə həvəskarında deyiləm ki, mənim canımda adam çoxalsın. Nə bilim, mənim 10 dənə, 5 dənə dostum var. Onlar çıxır, söhbət eləyirəm, vəssalam. Əzəli bu mənim canlım deyil. Əvvəl baxız profilə, ondan sonra deyir. Bu mənim nəbimin canlısıdır. Bunu bibisinin ürəyinin canlısıdır. Bildiniz? Biz realda da tanıyırıq bir-birimizi. Əcəb eləyirəm, cırıram. Sənin nə var? Gəl səni də cırım. Hə, ayrılıb. İndi istəyirsən Füzuli'nin nömrəsini versin sənə. Ay, gözəl o yanındaki kimdir gözəl? Qızı. Qızımdır. Allah. Necəsən ay Damla? Yaxşıyam, siz necəsiniz? Yaxşıyam. Oxuya bilirsən, amma canını açanda oxumamaya kömək elə. Oxuyuram. Sabahınız xeyir olsun, vaxtınız xeyir olsun. Gözəl yazınız, gözəl də cavab verək sizə. Bildiniz? Canım, hər öz ailəsinin tərbiyəsini göstərtməsin burada. Normal yazın, normal də cavab verilirsiniz sizə. Yazanlar canını var, açmayın. özüm oxudum şahsən bloqa səslə. Mən də mod deyiləm, hə? Ay nəbi. Yo, hamı normal yazsın. Deyib ki, Uşağı çıxart o tərəfə, gözəl. Qızım, keç o tərəfə. Ciddi var. Bakın.
Ay balam, hərə öz uşağına özü tərbiyə verir. Siz niyə narahatsınız?